Hər şey çətin olsun. Arada soyğuluq, davalar, problemlər olsun ki, sevgimizin marağı daha da çox olsun. Hər səhər sabahın xeyir mesajı ilə günümüzə başlayaq. Hər gecə gecən xeyri mesajı ilə günümüzü sonlandıraq. Ayrılıq xəyalını belə etməyək. Daima birlikdə olacağımızı düşünək. Əgər hansımızsa soyğuluq hiss etsək, digərimiz tez isidək. Hansınız daha istəmirəm desək, digərimiz istəyənə qədər çalışsın. Hər şey öz əlimizdə deyilmi? Niyə də öz əlimizdə ola-ola biz bunları etməyək? Əgər hər zaman bir olsaq, heç kəsi yox, yaxınlarımızı və ən əsası özümüzü, gələcəyimizi düşünsək, bir-birimizi olduğumuz kimi qəbul edib, yalansız və xəyanət olmadan çox sevsək, hər an bir-birimizə diqqət göstərib, qayğı versək, niyə də xoşbəxt olmayaq ki?